Britaniyanın Virgin Trains şirkəti Eurostarın La Manche tuneli vasitəsilə sərnişin daşımalarındakı uzun müddətli dominantlığına meydan oxumağa hazırlaşır. Bu, Birləşmiş Krallıq və Materik Avropası arasında səyahət edənlər üçün daha çox seçim və daha ucuz biletlər yarada bilər. Britaniya şirkəti ölkənin dəmir yolu tənzimləyicisindən Londondan Paris, Brüssel və Amsterdama gündəlik 20-yə qədər gediş-dönüş reysi həyata keçirmək üçün icazə alıb. Eurostar Britaniyanın Materik Avropası ilə birləşdirən yüksək sürətli dəmir yolu operatoru və 1994-cü ildən La Manche tunelindən istifadə edən yeganə sərnişin qatarı şirkətidir. Lakin sərnişinlər bir qədər gözləməli olacaqlar. Virginin dəmir yolu şəbəkəsinə çıxışı 2030-cu ilin oktyabrından tez başlamayacaq. Şirkət həmçinin Avropa dəmir yolu şəbəkələrinə çıxış əldə etməli və təhlükəsizliklə bağlı müvafiq icazələr almalıdır. Ötən ilin oktyabrında Virginə Eurostarın Şərqi Londondakı Temple Mills deposuna giriş icazəsi verilib. Virgin layihəyə təxminən 700 milyon funt sterling sərmayə yatırmağı və 400-ə yaxın iş yeri yaratmağı planlaşdırır. Şirkətin qatarları Londonun St. Pancras stansiyasından Eurostarın xidmət göstərdiyi eyni 3 Avropa şəhərinə hərəkət edəcək. Trenitalia Fransda 2029-cu ildən Londondan Parisə gündəlik 10 gediş-dönüş reysi həyata keçirmək üçün müraciət edib. Bundan əlavə, Evolin və Gemini Train startapları da beynəlxalq xidmətlər təklif edib. Virginin təsisçisi Sir Richard Branson Eurostarın 30 illik inhisarına son qoymağa çağırıb və Londondan Paris Disneylandinə birbaşa qatar reyslərinin bərpasına ümid etdiyini bildirib. Planlar həyata keçərsə, sərnişinlər səyahət zamanı daha çox seçim əldə edəcək və gediş haqqının ucuzlaşması mümkün olacaq. Jennifer at News, Manchester, United Kingdom.